Xoş gördük. Gəlin birbaşa mətləbə keçək. Bugün biz sizinlə istehlak kreditinin o xronoloji səyahətinə dərindən daxil olacağıq. Bilirəm, çoxumuz bankda o qalın müqavilələri imzalayarkən kiçik şriftlərlə yazılmış şərtləri, belə deyək də, tam oxumuruq. Amma əmin olun ki, Azərbaycan qanunvericiliyi çərçivəsində sizin çox güclü, lakin çox vaxt diqqətdən kənarda qalan hüquqlarınız var. Qanun əslində sizin tərəfinizdədir. İndi isə gəlin bu izahatımızda sizi qoruyan o aydın mexanizmləri birlikdə üzə çıxaraq. Bax, bu çoxların qorxduğu və heç vaxt qarşılaşmaq istəmədiyi o dəhşətli ssenaridir. Təbii ki, həyat da elə deyilmi? Bəzən işimizi itiririk, bəzən də gözlənilməz böyük xərclərlə üzləşirik və o aylıq ödənişləri etmək sadəcə mümkünsüz hala gəlir. Ancaq dərindən nəfəs alın, çünki qanuni reallıq sizin düşündüyünüzdən və ya bəzən o zənglərdə sizə hiss etdiriləndən qat-qat daha idarə olunandır. Qorxuya təslim olmaqdansa, nələri tələb edə biləcəyinizi bilmək ən yaxşı müdafiənizdir. Deməli, planımız belədir. Birinci, istehlak kreditinin əsaslarına baxacağıq. İkinci, gecikmiş ödənişlərlə necə mübarizə aparmalı. Üçüncü, kreditin dondurulması prosesi. Dördüncü, məhkəmədə banklarla üzləşmək. Və nəhayət beşinci, məhkəmə qərarı ilə hissə-hissə ödəniş. Gəlin başlayaq. Beləliklə, birinci hissə, istehlak kreditinin əsasları. Gəlin o kreditin götürüldüyü ilk günə, yəni o optimist anlara və mülki məcəllənin dərhal işə düşən müdafiə mexanizmlərinə baxaq. İndi çox maraqlı bir fakt. Təsəvvür edin, bankdasınız, pulu almısınız, amma evə gəlib düşünürsünüz ki, yox, bu kredit mənlik deyil. Bilirdinizmi ki, qanunvericiliyə görə sizin düz 30 günlük, özdə heç bir sual verilmədən geri çəkilmə pəncərəniz var. Tamamilə ciddiyəm. Mülki məcəlləyə əsasən, siz pulu aldığınız gündən etibarən 30 gün ərzində heç bir səbəb göstərmədən müqavilədən imtina edə bilərsiniz. Və ən gözəli nədir bilirsiniz? Əgər bu 30 gün ərzində fikrinizi dəyişsəniz, siz o gizli qorxuducu ləğv etmə rüsumlarından tamamilə qorunursunuz. Qanun çox açıq şəkildə deyir ki, dövlət rüsumu və xidmət haqları xaric sizdən hər hansı əlavə kompensasiya və ya cərimə tutulması qəti qadağandır. Yəni, sadəcə aldığınız əsas məbləği və o bir neçə günün kiçik faizini qaytarırsınız və salam, bütün məsələ bağlanır. Yaxşı, bəs deyək ki, 30 gün çoxdan keçib və birdən əlinizə haradansa toplu pul gəldi. Məsələn, bir neçə aydan sonra. Siz də istəyirsiniz ki, bu borcu bağlayıb canınızı qurtarasınız. Bəs onda nə olur? Burada da məcəllə sizi arxadan qoruyur. Bankın sizdən istəyə biləcəyi kompensasiyanın sərhədləri var. Əgər müqavilənin bitməsinə hələ bir ildən çox vaxt qalıbsa, bank maksimum 1% kompensasiya tələb edə bilər. Ondan artıq yox. 1 il və ya daha az vaxt qalıbsa, bu rəqəm cəmi 0,5%-ə düşür. Yəni, borcunuzu tez qaytardığınız üçün heç kim sizi böyük cərimələrlə cəzalandıra bilməz. Keçək ikinci hissəyə, gecikmiş ödənişlərlə mübarizə. Çünki bilirik ki, planlar həmişə işləmir, bəzən maliyyə sürtünmələri yaranır və ödənişlər gecikir. Gəlin görək bu halda proses necə işləyir. Deməli, buradakı ən kritik nöqtə 90 günlük həddir. Baxın, əgər siz borcun və ya faizlərin ödənişini 90 gün gecikdirirsinizsə, o zaman bankın çox ciddi bir hüququ yaranır. Onlar qalan bütün kredit məbləğini və faizləri vaxtından əvvəl bir dəfəyə tələb edə bilərlər. Bu, işin ciddiyyətidir. Amma eyni zamanda təminatsız kreditlərdə gecikmə 90 günü keçdikdə qaydalara əsasən bank həmin kreditə faiz hesablanmasını dayandırmalıdır. Yəni, borc faizləri hesablanmayan statusuna keçir. Və məhz burada gecikmə cərimələri ilə bağlı çox böyük bir yanlış anlama var. Bilirəm, çoxları düşünür ki, gecikmə olanda bank astronomik cərimələr yaza bilər. Amma yox. Qanunvericiliyimiz bunu ciddi şəkildə məhdudlaşdırır. Bank, əsas faizinizin üzərinə yalnız mərkəzi bankın uçot dərəcəsini, məsələn, təxminən 5% əlavə edərək gecikmə faizi hesablaya bilər. Və ən əsası, bankın sizə keyfi şəkildə əlavə dəbbə pulu, yəni əlavə penya və cərimələr yükləməsi qətiyyən qadağandır. Üçüncü hissə, kreditinizin dondurulması. Bəs gəlirinizi tam itirəndə və vəziyyət həqiqətən kontroldan çıxanda nə etməli? Ciddi çətinliklər və ya force major hallarında, məsələn, böyük bir böhran anında
İlk işiniz birbaşa banka müraciət etmək olmalıdır. Siz rəsmən kredit tətili və ya borcun restrukturizasiyasını istəyə bilərsiniz. Belə hallarda banklar kreditinizi dondura, yəni faizi hesablanmayan kimi tanıya bilər. Bu o deməkdir ki, faizlərin uçotu balansdan kənar hesaba keçirilir, sizin üzərinizdəki o ağır gündəlik təzyiq bir anlıq dayanır və sizə vəziyyəti düzəltmək üçün real bir nəfəs alma şansı verilir. Və bu hissə əslində cəmiyyətdəki ən böyük bank miflərindən birini darmadağın edir. Çünki bəzən adama elə gəlir ki, o müqabilədəki 20-25 faizlik yüksək dərəcə sən borcu tam ödəyib bitirənə qədər illərlə dayanmadan üst-üstə gələcək. Xeyr, əziz izləyicilər, ekspertlər açıq şəkildə bildirir ki, sizin müqavilənizin qanuni müddəti, məsələn, o 2 və ya 3 il bitdikdən sonra banklar həmin o yüksək müqavilə faizini tətbiq etməyə davam edə bilməzlər. Müqavilə bitdikdən sonraki dövr üçün onlar sadəcə olaraq əldən çıxmış fayda kimi Mərkəzi Bankın uçot dərəcəsini, yəni təxminən o 5% civarındakı məbləği istəyə bilərlər. Öz də bunu yalnız və yalnız məhkəmədə sübut etməlidirlər. Dördüncü hissə – məhkəmədə banklarla üzləşmək. Əgər bütün danışıqlar nəticəsiz qalsa, işin son nöqtəsi məhkəmə çağırışı almaqdır. Amma zəhmət olmasa, bu çağırışı heç vaxt qulaq ardına vurmayın. Məhkəmədə iştirak etmək sizin ən böyük gücünüzdür. Çünki orada özünüzü müdafiə etmək üçün xüsusi alətləriniz var. İlk növbədə müqavilənin tam olaraq hansı valyutada bağlandığını yoxlayın. Bəzən fərqliliklər ola bilir. İkincisi, əgər bankın cərimə rəqəmləri sizə biraz şübhəli və ya şişirildilmiş gəlirsə, tam ixtiyarınız var ki, hakimdən müstəqil mühasibatlıq ekspertizası tələb edəsiniz. Qoyun rəqəmləri bir tərəfsiz mütəxəssis yoxlasın. Və ən əsası, iddia müddəti deyilən bir anlayış var. Qanunvericiliyə əsasən, kredit müqavilələri üçün bu müddət 1 ildən maksimum 3 ilə qədərdir. Əgər bank bu müddəti ötürübsə, təbrik edirəm, onların tələbi ümumiyyətlə məhkəmə tərəfindən rədd edilə bilər. Və nəhayət, 5-ci hissə – məhkəmənin qərarı ilə hissə-hissə ödəniş. Yaxşı, bəs işlər lap pis getsə və məhkəmənin uduzsanız, bu hər şeyin sonudumu? Əsla yox. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsi bizə çox vacib bir şey deyir. Əgər həqiqətən bir dəfəlik ödəmə imkanınız yoxdursa, hakim sizin real maddi vəziyyətinizə baxıb, bankı hissə-hissə ödəniş planını qəbul etməyə məcbur edə bilər. Yəni, qanun sizə əslində real altından qalxa biləcəyiniz bir ödəmə cədvəli yaradılmasına icazə verir. Siz sadəcə bunu sübut etməlisiniz. İndi isə sizə o sualı verməyin vaxtıdır. Siz həqiqətən də öz kredit müqavilənizin o kiçik şriftlərində nələrin gizləndiyini bilirsinizmi? Ümid edirəm ki, bu izahatımızdan sonra gedib o köhnə sənədləri şkafdan çıxaracaq, bugün burada danışdığımız hüquqları bir-bir yoxlayacaq və maliyyənizin sükanını yenidən öz əlinizə alacaqsınız. Unutmayın, məlumatlı olmaq ən güclü qorunma yoludur. Sağ olun və həmişə hüquqlarınızı bilin.